Salam əziz şagirdlər. 8-ci sinif şagirdləri üçün belə bir misala baxaq. Kvadrat tənlikdir. X kvadratı çıxılsın 4x üstəgəl c bərabər 0. Bu tənliyin köklərindən biri verilib. X1 bərabərdir kök altında 5 üstəgəl 2. C-ni tələb edir. C-ni soruşur. C nəyə bərabərdir? Biz bir tənliyin kökünü bildiyimiz halda ikinci tənliyin kökünü tapa bilərik. X1 bərabərdir. Burada irrasional ədədi ikinci toplanan kimi qeyd edirik. Səbəbi də odur ki, diskriminant yolu ilə kvadrat tənliyi həll etdikdə bir xatırlatma edək. Ax kvadratı bx plus c bərabərdir 0 tənliyin diskriminantını tapanda və burada kökləri tapmaq x1 və x2 xatırlayırsınızsa mənfi b üstəgəl çıx kök altında diskriminant böl 2a idi. Burada iki köklər nə ilə fərqlənir? Köklər bir-birindən irrasionalın qarşısında üstəgəl və çıxma işarəsi var deyə fərqlənir. Ona görə biz ikinci toplanan irrasional yazdıq. Yəni toplananların yerini dəyişdik. İkinci kökü isə bu qaydaya görə, yəni kvadrat tənliyin həll üsuluna görə 2 çıxılsın kök 5 olacaq. Niyə? Çünki diskriminant bizdə diskriminant dayanan yer irrasionaldır. Kök 5'dir. Onun qarşısı üstəgəl və çıxma olduğuna görə burada üstəgəl var. Çıxma da ikinci kökdə olacaq. Viyyətə görə kökləri cəmini tapırıq. Viyyət terminə görə köklərini toplayanda 4 edir. Və burada var. Əksi var. Kökləri hasilini isə yenidən tapırıq. 2 plus kök 5, 2 minus, yəni çıxılsın kök 5. Bu da müxtəsər vurma düsturuna görə 4 minus 5 bərabərdir mənfi 1. Yəni kökləri hasili də nədir? Kökləri hasili də c-dir. Bizdən tələb olunurdu c-ni tapın. Biz də c-ni tapdıq. Mənfi 1 cavab olacaq.